Bilirəm ki, bizim evdə olduğu kimi çoxları da qırmızı kələmi sevmirlər. Lakin qırmızı kələmi sevdirəcək və çox rahat bir resept sizinlə paylaşacağam. Əminəm ki, bu reseptdən sonra hər kəs qırmızı kələmi çox sevəcək. İlk öncə qırmızı kələmi yuduqdan sonra nazik-nazik doğrayırıq və bir qaba yığırıq. Qaba yığdıqdan sonra üzərinə biraz duz, bir az da alma sirkəsi əlavə edib kələmləri yaxşıca, necə deyərlər, əzişdiririk. Bu biraz da terapi kimidir və kələmləri belə oxaladıqdan sonra 20-30 dəqiqə kənarda gözlədirik. Gözlətdikdən sonra şüşə qaba yığıb soyuducuda saxlayırıq. Bunu rahatlıqla bütün salatlarınızda və yeməklərinizin yanında istifadə edə bilərsiniz. Əminəm ki, siz də çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Sevgi ilə qalın.